Hərflər tanımır. Yazı yaza bilmirəm. Mən neynəməliyəm? Getdim inturisdə bir otaq götürdüm. Bir 10 nəfər çox savadlı adamlar götürdümsə, ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlməyin mənimdə işləyin, sizə 10-15 min dollar ayda maaş verəcəm. 20 min dollar maaş. Hər birinə. Hər birinə. Doğrudan da işi qurdum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Mən oturmuşam, çoban başda. Amma alimlər də işləyir. Bunlar da gəlir. Deməli, mən hərfləri tanımıram, yaza bilmirəm. Dedim, neyniyim? Getdim Naxçıvana, varlı qohumların yanına. Dedim ki, mən Azərbaycan xalqın savadlı adamlarını verin, əlimin altında işlədim. Sonra da çıxın televizor deyim ki, mən çobanam, Azərbaycan xalqı qoyun. Bu xalqın onsuz da sərvətini yemişsiniz də. Bir dənə o qalmışdı, alçalda sizə, adamlığınız olsun, bəstirində bu milləti alçatdınız. Valla xalq qoyun, sən çobanzaq döyürsən. Sən qocalan şirin vəziyyətindən istifadə etmiş, ətini didməyə gələn kafdara oxşayırsan. Çobanlıq işi kişi işidir, siz belə şeyləri bilmərsiniz.